Şamanın götürüp giden ay olsun. Amandır alacağız seyrana değme. Yaltağda ağlayan türkünü öldürür. Gayretle bağıran aslana değme. Ağlayır vətənim, hönkürür yalan. Qəlbimdə yaralar, başımda duman. Tutaydım külləri, deyəydim dayan. Bax sinəmə, Azərbaycana dəymə. Demə sərxin fələkin tərqarı çox düz dolanar. Demə sərxin fələkin tərqarı çox düz dolanar. Vəfasın görməsə bir kəs, bu sözə tez inanar. Biz vəfasın gördük da inanmalı. Üç günlük xəndanımızı pərpər edib birlikdə. Üç günlük xəndanımı pərpər edib birlikdə. Daha bundan bu yana qəmlərin üstə yeni qəmlər qalanar. Sağ olun. Bu qəbri şərifin bir olaydı, mənə qismət. Çox şükür edirəm, çox şükür edirəm oldu Hüseyin. Yaxşı səadət, məqsudə yetib, gəldilər amin ələqada. Gördüm mənim Şam'a gedən və məni Sultan. Üryan yaralı, aklı gözümden yüze kanıyor. Kim gəmi qaldı? Kim kəfən etdi sənə qardaş? Gel kim gəmrə qoyub? Yeyləməyək ta, sölə qardaş.
Güzel işler. Böyle baba. Allah kanuna kimden koysa kursuna saltan dostlar da. Böyle görüşürüz. Ben yeni getirdim buna bak. Ben yeni getirdim. Veya kimden koysa kursuna Allah dostlar. Rahmanlar geçtiler. Bakın minnat. Buraya yol açın. Buna icazə verməliyətdir bu. Təşkil. Muazzab olduk toplamda. İcazə vermeyin. Dayı baba siz oradan çıkmayın. Oyna çıkarlar. Oyna çıkarlar. Oyna çıkarlar. Oyna çıkarlar. Abi atın şimdi. Açma yok. Gel Ben yeri demədim. Bunun qonaqları təhvil alır. Görün kimlər gəlib, kimdi qonaqlar? Ola bax. Arxayın yatır. Dağların döşündə məğrur çiçəyəm, hər əsən küləyə baş əymərəm mən. Şirin arzularla çarpan ürəyəm, ölərəm, dönmərəm bu əməlimdən. Vətən toprağına qaynar qulağam, arxam uca dağdır, önüm göy meşə. Kim deyir bu dünyada mən bir qonağam? Gələcək nəğməli səsəm həmişə. Şirin bir laylayam, doğma bir səsəm, hər gün beşiklərdən ucalacağam. Mən nəğmə deməsəm, ötə bilməsəm, o zaman qocalacağam. İnanma sustura zaman qəlbimi, inanma desələr öləcəyəm mən. Bu elə, bu yurda, körpə quş kimi, həmişə baharla gələcəyəm mən. Ulu Tanrının adı ilə, doğrusu da inanma desələr ürəyində böyük hədəflər bəsləyən insanlar öləcəklər. Əgər onlar ölsələr, bəs bu amadsız, səssiz, səmirsiz, hər gün hızlı axşama yetirən ölü sayağı yaşayanlar nə olurlar? Ölmək yalnız cansız ölüb toprağa tapşırılmaq deyil. Çoxları öz quyularını qazıb, fatihələrini oxuyub və babalarımız demişdən neçə ilin ölülərinə qatılıblar. Və bəzi seçilmiş insanlar da nəfəs də çəkməsələr, toprağa da tapşırılsalar, ancaq yaşayırlar. Onlar düşüncələrdə, ürəklərdə canlı və diridirlər. Bugün biz burada belə insanlardan 3 nəfərinin dünya dəyişmələrinin bir il keçməsini dəyərləndirib xatırlamağa bir yerə yığışmışıq. Bu 3 qardaş doğrusu da dünyanın heç nəyinə aldanmayan və varəsdə yaşayan insanlardan düzgün örnəkdirlər. Onlara ölüm kəlməsini bu bir ildə yaxda bilmədik.
Çünkü onlar bizimle yaşarlar. Elin şənlikləriyle şənlənib, kədəriyle ağlayıblar. Çünkü onlar ellerine yanıblar, onlar kül olmazlar. Əmani qardaşları hər zaman zülmə qarşı dayanmaq, elin yaddaşına qalmaq və həqqi arayıb almaq örnəyi olublar. Çox zaman Cəvər ağa və Hacı Kərimi mühəndisdən ayırmaq da çətin olur. Çünki mühəndis Əmani bu insanların məktəbində elə hürmət etməyi, yurda sevgi bəsləməyi öyrənmişdi və onların tərbiyyəti əsasda rütbəyə yetmişdi. El də onları unutmayacaq. Məcər onlar mühəndis Əmani ududular. Mühəndis Əmani az, amma dəyərli ömrünü elin qayğısını çəkməyə getdi. Dustaqlar onu sarsıtmadı, o elinə yanırdı, bilirdi kül olub savrulmayacaq. Bilirdi çözərəcək və alovlanmış ışığı dünyanı ışıqlandıracaq. Məcər zahiri dünyadan köçmək fəna və qurtuluşdur. Məcər daha bizim içimizdə olmamağı onu bizdən ayırır. Mühəndis Əmani arazların, dənizlərin, mahnıların, yaşarların köksündə olan ürəklərdə çarpır. Mühəndis Əmani öğrencilerin beynində çalışır. Mühəndis Əmani gənclərin addımları ilə gələcəyə doğru yürüyür. Mühəndis Əmani yaşlıların öğütlərində nəsillərə qalardı olur. Mühəndis Əmani Araz qırağında fikrə dalıb. Mühəndis Əmani Muğan çöllərində, buğda tarlalarında dalğalanır. Mühəndis Əmani Bərnaməmizin bu qismətində vətənimizin, elimizin, obamızın daha bir ayrıq xələf oğullarından, o ki, zindanları, dostaqları öz dözümü ilə mələdib və bura qədər elimizə, obamıza şərəf yaradıb, iftixar yaradıb. Cənab mühəndis Əmani təqazə edirəm mikrofonun arxasına təşrif gətirər. Daha güzel alqışla mühəndis Əmaninin sözlərindən faydalanırıq. Səni tari mən ey şeyx özüvə oxşatma. Səni tari mən ey şeyx özüvə oxşatma. Sən hara, mən hara, aşıqlərə mən həmkişəm. Vurmuşam bəhri qəmə, vurmuşam bəhri qəmə, eşq ilə can kəşrulin, dilxoşam qəmlər ilə, mən də belə dərvişəm. Səttarxan ədalət gətirmək üçün vətəni tərk eləyib, hələ də qayıtmayıb. Ulu Tanrının adıyla xoş gəldin deyirəm tamam qonaqlarımıza. Millətçilər tərəfindən deməliyəm Səttarxan Konqrasını quran yoldaşlarımıza əlləriniz ağrımasın, yorulmayasınız, sağ olun. Hörmətli ustadlar, öğrencilər, viqarlı bacılarım, dəyərli qardaşlarım. Deməliyəm xidmət ki, 6 il qədərində belə bir məclislərdən uzaq idim. 17 ay qədərində Əbu Musa cəzirəsində təbrik kimi olmuşam. Sonra 2 aydan biraz çox Təbrizdə yaşamaktan sonra tutulup ve Təbrizin zindanında 4 ildən artıq sizdən ayrı qalmışam. Bəlkə də heç bura çıxmağa bir gün belə deyim halım yox idi, naxoş idim. Amma bu ucadan sizin isti nəfəslərinizi duymaq, ancaq açılmamış səhəri olan gözlərinizin qarşısında durub üzbəyiz olmaq mənim üçün illər boyu intizar və həsrət idi. Üstad Yalqızın bir şeir var. Deyir, həsrət otunda bir ömür bəs yanıb kül olmuşam. Sinədə qəm ocağına,
arzumu közlü qoyladım. Doğrusu da budur. Mən bu könlümdəki ocağa bənzədir şair. İllər boydu sizi ilə görüşməyi, sizi ilə üzbəyiz olmağı, sizi dinləməyizi və sizə danışmağımı köz kimi quyulub saxlamışam. Umudla gələcəyə. Bir şeir yazmışdım bu ünvanda. Yenə deməliyəm, mən şair deyiləm. Biz millətimizin ulu babamız buyurdu, Sattarxan kimi gözətçisi, qoruqçusuyuq. Bəlkə də itik. Quduzlar gəlib onun quzularını aparmasınlar. Amma bəzən olur, insana bir ehsas əl verir. Arxası dayanır məzlumiyyət, millətimizin məzlumiyyət duvarına. Onda bir seri sözlər gəlir. Hər kəs öz qədərcən. Məsələn, Səid bəy o qədər ki, bir poema idi, bir tarix idi, bir başlanış idi söyləyirdi. Mən də 2-3 beyt. Ondan sonra bir ayrı sözüm var sizə. Dönmərəm ilqarımdan bir ləhzə inan, çətin də olsa ollam oduna yanan. Gözlə yolumu, yorulma bir an, gəlməsəm ağlama, amandı, aman. Bir bağlım gül ollam, həməşə qalan, qanımın qisasın olsa gər alan. Keçmişdən öyrənməliyik, bilim, biliniz bir an. Qansız azadlıq olmaz, yalandı, yalan. Bağban deyil, sevit qələmədən almanar uman. Bağban deyil, söğüt qələmədən almanlar uman. Sözümü duymadı keçmişdə, belə şairlər buyururlar. Bu yan, nə o yan, nəsiminin zərrə zərrə dərisin soyan, yaman günə düşsün görüm bizi bu günə qoyan. Dostlarım, bir mətləb hazırlamışdım. Bəlkə də lazım bilmədim. Vaxtımızın az olmağına görə ola bilər ki, gələcəkdə bu cür mətləbləri qanuni nəşriyyələrdə olmasa da, yox, yaxşı demədim. Bu, ümumi idarə irşad mücəviz verən nəşriyyələrdə olmasa da, öğrencilərin nəşriyyələrində bir seri məqalələrim var, mətləblərim var ki, zümründən də yazmışdım. Onları xidmətlərinizə yetirəcəm. Bugün burada belə fikir edirəm ki, olmadı. Bir mətləb hazırlamışdım. Səttarxan və İnqilab Məşrutədən sonra 3-cü mod. Mod sevum-i inqilab, fərhəngi bir mod yaranır və nədir Məşrutənin fərhəngin millətdə hakimiyyət istəmədən qalarcı eləyir və təsbit eləyir. O mod sevum genə bizə lazımdır və gələcəkdə təsbit yaratmaq üçün o mod sevuma bizim niyazımız vardır.